bir xəbər mütləq oxuyum. Sonra deyin ki, demədik, bilmədik. Demək, yanvarın 1-dən bəzi insanlar, təbii ki, kimlər daha doğrusu tibbi sığorta, sosial sığorta və tibbi sığorta ödəyəcək. Baxa, 2025-ci ilin yanvarın 1-dən etibarən bir sıra peşə sahibləri fərdi fəaliyyətlə məşğul olan şəxslər üçün sosial və tibbi sığorta ödənişləri artırılacaq. Bəli. Az Politika xəbər verir ki, yeni dəyişikliklərə əsasən toy və şənlik aparıcıları, musiqiçilər, rəqqasələr, fərdi foto və audio xidmət göstərənlər, bərbərlər, aşpazlar, bağbanlar, pinəkçilər, sürücülər və dairələr üçün aylıq sosial sığorta haqqı 5%-dən 8%-ə qaldırılır. Vəkillər və mediatorlar və bundan sonra gəlirlərin 15%-ni sosial sığorta haqqı kimi ödəməli olacaqlar. Bu öncə əvvəllər 10% idi. Bundan başqa qeyri-formal məşğul şəxslər, yəni rəsmi əmək müqaviləsi olmayan və fərdi qaydada çalışanlar icbari tibbi sığorta üçün illik 192 manat ödəyəcəklər. Dəyişikliyə görə sahibkarlar isə gəlirlərinin 2%-nin həcmində məcburi sosial sığorta haqqı ödəməli olacaqlar. Hamı üçün maraqlıdır. Məsələn, mənim üçün də maraqlıdır ki, tibbi sığorta biz 192 manat ödəməliyik ildə. Qanun qanundur. Hansı birimiz qanunlardan kənara çıxa bilərik?